Kanalımıza hoş geldiniz. Bugünkü günümüz həsr olmuş Şaiq müəllimə. Teacher. Biz sizi çok sevirik müəllim. Yaxşı ki varsınız. Bu videonu çəkməkdə məqsədimiz sizə sevgimizi daha da göstərə bilməkdir. Zaten bilirik ki, sizi fakültə üzrə, universitet üzrə sevənlər çoxdur. Amma məqsədimiz də odur ki, bu video sizə xatirə olaraq qalsın. Ümid edirəm bəyənərsiniz videonu. İnşallah sona qədər baxa bilərsiniz. Sonda da gülməli anlar var. Hər şey hər yerdə demək olmasa da biz sizi həqiqətən də çox sevirik. Şaiq müəllim haqqında fikir söyləmək mənə asandır. Çünki o mənim bakalavr və magistr pilləsində tələbəm olub, onun rəhbəri olmuşam və sonra bu əla qiymətlərlə qutarıb institutu, onun universitetini saxlamışam. Yəni əmək fəaliyyətini ilə yanımda başlayıb, kafedrada bir yerdə əməkdaşlıq eləmişik. 10 ildən çoxdur ki, bir yerdə əməkdaşlıq eləyir. Çox şükür ki, artıq bugün dekan müavini vəzifəsinə qədər yüksələ bilir. Şaiq müəllim təvəzzökar bir oğlandır. Onun həmişə mən bir fikirlə onu ifadə edirəm, deyirəm ki, Şaiq müəllimi abır həyası onun sifətinə yazılıbdır. Doğrudan onun ilk ünsiyyətdə olanda necə bir insan olduğu haqqında fikir yürütmək çox asan olur. Ona uğurlar arzulayıram, hələ onun qarşıda çoxlu uğurlar gözləyir. Çox sevilirəm ki, uşaqlar da onu, tələbələr də onu sevir və belə təşəbbüslə gəlmişsiniz ki, onun ad günüdür. Mən də sizin təbriklərə qoşuluram, onu təbrik edirəm. Çox sağ olun ki, gəldiniz. Çəksən sən? Nə çəksən? Xeyirdirmi? Nə lazımdır? Şaiq mənim təbrik eləmək lazımdır. Niyə? Niyə? Mənim ad günümdə belə şey eləmişdiniz siz? Eləməmişdiniz mənim ad günümdə. Niyə eləməmişdiniz axı? Niyə belə qəşəng fikirlər, ideyalar mənim ad günümdə gəlib çatmır? Şaiq müəllimin ad günümdə gəlib çatır. Sənin teacherindi Şaiq müəllim. Nəysə, təbrik edirəm. Söndür onu, çəkmə. Təbriklər Şaiq müəllim. Şaiq müəllim, sən gözəl qardaşsan. Gözəl müəllimsən, gözəl ali təhsil müəssisəsinin əməkdaşısan. Uğurlar, can sağlığı. Xoşbəxtlik sənin olsun. Salam, olar. Tamam, hanım Şaiq müəllim. Sizin yeni yaşınızı təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzu edirəm. Yeni yaşınız sizə sevinç gətirsin və xoş günlər. Bir daha təbriklər. Nə düşünürsünüz Layla xanım? Müəllim, təbrik eləyin də Şaiq müəllimi. Şaiq müəllim, tələbələrin forever teacher-ı. Şaiq müəllim, buradan sizə qucaq dolusu təbriklər. Yaxşı ki varsınız. Hər zaman belə tələbələrimizin forever teacher olaraq qalasınız. Çox sağ olun. Salam, bugün 12 may Dünya Tibb Bazıları günüdür. Bu mövzunun özünüzə nə adiyyəti var bilmirəm, amma bu günü bizim üçün daha özəl edən bir nüans var ki, bugün fakültəmizin günə iş başlayan, bəzən deyirəm ki, biz cibimizdə pul qoymasa da yüzümüzü güldürən, bəzən isə ciddi bir müəllim kimi bizi danlayıb öğütlər verən, aydınlanma yolumuzda bizə işıq tutan müəllimimiz Şaiq müəllimin doğum günüdür. Müəllim, sizi bütün səmimiyyətimdən, səmimi qəlbdən təbrik edirəm. Sizə ailəmizlə və sevdiyiniz futbol klubumuzla birlikdə uzun ömür və böyük nailiyyətlər arzu edirəm. Təbriklər. Salam Şaiq müəllim, mən sizə ad günü münasibətinizdən təbrik edirəm. Ad gününüz mübarək Şaiq müəllim. Özünüzdən təbəssüm heç bir zaman eksik olmasın. Hər zaman bizə dəstək olduğunuz üçün təşəkkür edirik. Happy birthday dear Şaiq müəllim. Biz sizi çox sevirik. Çox sevinirik ki, siz bizim bordekamızsınız. Salam Şaiq müəllim. Sizin doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qələbəmizi sizin doğum gününüzə həsr edirəm. Doğum gününüz mübarək. Salam, bu günləri mənim first day best teacher-ımın doğum günüdür. Yaxşı ki varsınız, doğum gününüz mübarək. Birlikdə necə belə gözəl illərə. Yaxşı ki varsınız, sizi çox sevirik. Doğum gününüz mübarək. Həm bir də yaxşı ki varsınız. Doğum gününüz mübarək. Happy birthday. Həmişə birlikdə necə belə çoxlu gözəl illərə. Hörmətli Şaiq müəllim, sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı və işinizdə uğurlar arzulayıram. Hoş gəlmisiniz müəllim. Bəlkə birlikdə Şaiq müəllim ad günü münasibəti ilə təbrik edək. Məndə problem məsələ var, ediləsən müəllim. Buyurun müəllim, deyin.
Nədir? Şahid müəllimə demək istədiyi sözləri burada arzuları, diləkləri hər biri deyə bilərsiniz. Sən Şahid müəllim, sizi ad gününüz münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzu edirik. İnşallah yeni yaşınızda nə arzu diləkləriniz var, hər biri gerçək olsun. Sizə işlərinizdə uğurlar arzu edirəm. Bir daha təbrik edirəm. Əhməd müəllimlə bir yerdə təbrik edirik sizi. Sizə uzun ömür, can sağlığı arzu edirik. Adınız mübarək müəllim. Necə belə illərə çıxasınız, həmişə yalnız olasınız. Mənim sizin ad gününüz üçün özümüzü məşğələtli turnirdə yapacağım. 721. Sizi təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. 100 yaşayın. Böyrünüzdən şey olmayasın. Ad gününüz mübarək Şahid müəllim. Həmişə elə şən qalın və we always need your support. Здравствуйте, Шарик müəllim. С днем рождения вас. Желаю всего-всего-всего наилучшего. Şahid müəllim, sizi təbrik edirəm. Çox sağ olun. Həmişə idman klubu ilə əməkdaşlıq edirsiniz. Komandoz həmişə yarışlarda çempion olur. Siz bizim üçün həmişə qalibsiniz. 100 yaşayın. Salam müəllim. Təbrik edirəm. 100 yaşayın. Sağlıqlı, uzun ömür arzu edirəm sizə. Bundan daha gözəl illərə inşallah çıxasınız. Bütün arzularınızı Allah üçün eləsin. Adınızı təbrik edirik. Ailəmizlə, sevdiklərinizlə, dostlarınızla birlikdə necə belə xoşbəxt günlərə çıxasınız. Əziz zamdekamız Şahid müəllim, sizi doğum günü münasibəti ilə təbrik edirəm. 100 yaşayın, Allah sizə uzun ömür, can sağlığı versin. Allah düşmənlərinizin ömründən keçib sizə versin. Hər zaman həyatda xoşbəxt günlər keçirəsiniz. Ailənizlə birlikdə, sevdiklərinizlə birlikdə hər yerə xoşbəxt qədəmlərinizi qoyasınız. Yadınıza salın ki, bugün salam verdim, nəzə gətirəm, sağ olun. Şahid müəllim, hər birinizi salamlayıram. Hazırda dağ şəraitində olan tikinti sahəsindəyəm. Sizə olan hörmətimizi beton kimi möhkəm, sevgimizi də armatur kimi yük götürən sözlərlə ifadə etmək istəyirəm. Sizin kimi bir müəllimin rəhbərliyi altında dərs almaq, təhsil almaq bir layihənin ən möhkəm təməli idi. Bu sözlər də mühəndis dilindən sizi təbrik edirəm. Hər dərsiniz bizim üçün bir layihənin çertyoji kimi idi. Hər incə detallardan ibarət idi. Ad gününüzü səmimi qəlbdən təbrik edirəm. Neçə belə doğmalarınızla ad günlərə keçirmək diləyi ilə həmişə üzünüz gülər olsun. Həyatınız uğurla tikilən bir tikinti kimi mərhələ-mərhələ daha da gözəlləşsin. Hal-hazırda videonun 7-ci dəqiqəsindəyik. Ümid edirəm hər şey ürəyinizdədir. İzləməyə davam. Salam əziz Şahid müəllim, sizə ad günü münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaşınız sizə düşərli olsun. Yaşınızda sizə bol-bol sağlamlıq, xoşbəxtlik, sevinç, hər şeyi arzulayıram. Siz çünki buna çox layiqsiniz. Yaxşı ki varsınız, yaxşı ki siz tanımışam, sizi çox sevirəm. Öpdüm. Salam, hər vaxtınız xeyir olsun Şahid müəllim. Sizə doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Siz həm tələbənin rəhbəri, həm müəllimi, həm də yaxın dostusunuz. Sizə bu yaşınızda, pedaqoji həyatınızda da, şəxsi həyatınızda da bolca başarılar diləyirəm. Yaxşı ki varsınız. Əziz Şahid müəllim, sizi səmimi qəlbdən doğum gününüz münasibətilə təbrik edirəm. Həyatınızda xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm. Şahid müəllim, sizi doğum gününüz münasibətilə təbrik edirəm. Allahdan sizə uzun ömür, can sağlığı arzulayıram. Hər zaman ailəmizlə, sevdiklərinizlə bir yerdə olmanızı arzu edirəm. Sağ olun. Şahid müəllim, yaxşı ki varsınız, sizi çox sevirik. Salam Şahid müəllim, adınızı təbrik edirəm. Necə belə gözəl illərə çıxasın inşallah. Yeni yaşınız sizə çox da uğurlar gətirsin. Bir daha onu demək istəyirəm ki, siz mənim həyatımda qarşılaşdığım ən səmimi, ən xoş niyyətli insanlardan birisiniz. Yaxşı ki varsınız, çox sağ olun. Şahid müəllim, yoxlanış 3. Bu da üçüncü söhbətimizdə inanıram alınacaq. İlk öncə ad gününüzü təbrik edin. Vaxtınız azdı, səs olmamış. İnanın ki, universitetdə dekanlar, dekan müavini deyəndə ağlıma siz gəlsə, o bizim fakültənizdə deyiləm. Amma həqiqətən sizin xəstinizi çox istəyirəm. Yaxşı ki, siz müəllim olmuşsunuz, yaxşı ki, bizim müəllimimiz olmuşsunuz, tanımışıq sizi. Neçə gözəl doğum günlərindən çox sağ olun. Doğum gününüz mübarək Şahid müəllim. Arxa fonda gördüyünüz kimi hal-hazırda mən inşaat ərazisindəyəm. Sizin kimi mühəndislər yetişdirən bir müəllimin ad gününüzü inşaat ərazisindən təbrik etmək mənim üçün böyük bir şərəfdir. Arzu edirəm ki, hər zaman kranlar kimi zirvədə, beton kimi uzun ömürlü olasınız. Həyatın hər anında sizə sağlamlıq, xoşbəxtlik və uzun ömür arzu edirəm. Doğum gününüz mübarək. Hörmətli müəllim, sizə ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, yeni yaşınız sizə xoşbəxtlik, sağlamlıq və ailənizlə birlikdə sevinçli günlər bəxş eləsin. Həyatınızda hər zaman sevinç, uğur və müsbət anlar çox olsun. Sizin kimi mehriban, qayğıkeş müəllimin tələbələri olmaq bizim üçün çox böyük xoşbəxtlik və fəxrdir. Yaxşı ki, bizim müəllimimizsiniz. Sağ olun. Şahid müəllim, ad gününüz mübarək.
Eşqidir mehrabınıza göylərim. Eşqsiz dünya, de görüm nədir səninlə. Müəllim, bu video başa çatdı. Çünki hamını məcbur elədim. Bəli, bunu bir yerdə bacardıq. Hər kəsə çox təşəkkür edirəm. Çox sağ olun. İnanırsınız, koridorda kim məni görürdü. Bir neçə həftədə artıq təxmini martda bunu planlamışdım. Aprelin axırlarından artıq bunu etməyə başladım. Yəni video fikrini hamıya verdim və video tələb etməyə başladım. Və təxmini 1-2 həftədir ki, müəllim koridorda kim məni görür, otağa qaçır. Birbaşa hamı qaçırdı ki, o qız bu saat əlində telefon bizi çəkməyə gələk. Çox maraqlı, həqiqətən gülməli anlar yaşadım. Çox sevindim ki, geri çəkmədilər məni, videonu çəkməyə çalışdılar. Yəni daha doğrusu sizin sayənizdə oldu bu. Yəni mən təbii ki, təşəbbüs yaratdım, amma onlar da sizin adınızı eşidib bu videonu çəkib göndərdilər. Ona görə hər kəsə, iştirak edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm sizə olan sevgimizi az da olsa hiss eləmiş oldunuz bu videodan. Çünki bilirəm ki, nə qədər də olmasa bu bir videodur, amma əslində, əsl həyatda sizə olan sevgimizi zaten bilirsiniz. Bu sadəcə bir hədiyyədir, xatirə qalsın deyə istədik çəkək. Ümid edirəm bəyəndiniz. Hər kəsə çox təşəkkür edirəm. Sağ olun. Şahik müəllim, ad günün mübarək. Şap 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 şap. Ay sağ ol. Salam Masum müəllim. Mən Salam Masum müəllim. Mən Çaya tıkılar. Ya yukarı kaldır. Aha. Çok böyle kış oldu. Acınız mübarek aziz Zadekan Yok. Nerede? Başladınız ha? Əziz damdakamız Şaiq müəllim, sizi doğum gününüz münasibətilə təbrik edirəm. Hər daim ömrünüzdən xoş və nezə günlər keçsin. Damdakamız Şaiq müəllim, sizi doğum gününüz münasibətilə təbrik edirəm. Salam Şaiq müəllim, bizə sizi... Eləmə, niyə? Ay, qoç! Şaiq müəllim. Əziz, hörmətli müəllimim, həmkarım Şaiq müəllim, sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağ olun. Təbrik eləyirəm, çox yaşa, 100 il yaşa. Amin, amin inşallah. Allah səni mərdi məzarlardan qorusun. Amin, Allah onu bəhram kimlərdən qorusun. Amin. Və videomuz bitdi. Ümid edirəm hər kəs bəyənmişdir. Şahid var salamına gözü təbrik edirəm. Neçə də gözəl illərə, yaşlara, çox qəşəng oldu. Ay müəllim, mən makyajsızam. Bu qədər səmimi deyil video. Həqiqətən. Şalam. Arzu edirəm ki, həmişə beton qədər uzun ömürlü, beton qədər nədir? Beton kimi. Yadımdan çıxdı arxası. Video çəkə bilmirəm, adamlar keçsin. Çəksənə. Yapabiliriz. Biçdi be mən. İndi çəkirəm. Video çəkmişik ki, canlıca. İnanmıram, məncə bu fotoğrafçısını yalanlayıb olmasın. Mən də təbriklərdən qalmaq istəmədim. Şahid müəllim inşallah eşidirsən. O nədir?
Elə veriliş var ki... Metronun içində bu nə dəl çəkil? Dediğim gibi üniversitede bir dekan diyende bayağı benziyorlar. Ağırlar siz gelmişsiniz. Ben ne kadar sıkıntıysa ondan sonra dekan. Happy birthday to you. Happy birthday to you. Mən makyajsız mənim videomu çəkirlər. Məsələn, siz çox danışırsınız, sayıları da var. Babək müəllim, təbrik edirəm. Sənin kəsədən var. Allah kömək olsun. Çək qaqaşda taş. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Ve videomuz burada bitti. Sona özüm kamera arkası yerleştirdim ki daha da eğlenceli hava gelsin. Çünkü aramızdaki o samimiyeti videoda da bildirmek istedim. Gördüğünüz gibi çok gülmeli ve samimi video ortaya çıktı. Herkese təbriklər için çok teşekkür ederim. Herkese beni kırmadığı için ve Şahin müəllimin adımı için təbrik videoları gönderdiği için minnətdaram öz adıma öncelikle.